Adəm Peyğəmbərin hekayəsi. Allah yer üzündə insanı yaratmaq qərarına gəldi. Bu barədə o öz mələklərinə xəbər verdi. Mələklər isə Allahın insan yaratmaq istəyinin sirrini anlamadılar. Onlar Allaha Ey Rəbbimiz, insan dünyada qan tökər, günah edər. dedilər. Lakin Allah insanı yaratmaqda qərarlı idi. Allah insanı torpaqdan yaratdı. Adını Adəm qoydu. Allah Adəmə öz ruhundan üfürdü. Adəm görməyə, eşitməyə, yeriməyə və danışmağa başladı. Bununla da o Allahın yaratdığı gözəllikləri görə bildi. Sonra Allah Adəmə yaratdığı hər bir şeyin adını öyrətdi. Adəmi yaratdığı hər bir şeydən üstün etdi və onu cənnətdə məskunlaşdırdı. Mələklər Allahın sözündən çıxmır, günah işlətmirdilər. Ona görə də mələklər insanın onlar kimi olmayıb günah edəcəyini düşünmüşdülər. Allah mələkləri günah edə bilməyən, insanları isə günah edə bilən yaratmışdı. Bir gün Allah mələklərdən yaratdığı varlıqların adlarını soruşdu. Mələklər cavab verə bilmədilər. Adəmdən soruşduqda isə o Allahın ona öyrətdiyi elmlə bütün sualların cavabını verdi. Mələklər hamısı Ey Rəbbimiz, biz doğrudan da sənin öyrətdiyindən artıq heç bir şey bilmirik. dedilər. Mələklər Allahın insanı nə üçün yaratdığının mənasını artıq anladılar. İnsan elm öyrənəcək və Rəbbinə qulluq edəcəkdir. Cinlərdən olan İblis adlı məxluqa və mələklərə bir gün Allah Adəmə səcdə etməyi əmr etdi. Bütün mələklər Allahın əmrini yerinə yetirib Adəmə səcdə etdilər. Yalnız dikbaş və lovğa İblis buna tabe olmayıb dedi. Adəmi torpaqdan, məni isə oddan yaratdın. Mən ona səcdə etmərəm. İblis düşünürdü ki, o oddan yarandığı üçün daha üstündür. Çünki palçıqda yumşaqlıq və mülayimlik, odda isə təhlükə və yanğı var. Beləliklə İblisin özündən razılığı onu Adəmə səcdə etməyə qoymadı. Bu əməlinə görə Allah onu olduğu məkandan qovdu